Qadın və müharibə. Mənə elə gəlir ki, bütün cəbhələrdə qadınlar olsa, əlbəttə döyüşən qadınlar yaxşı olur. Ona görə ki, oğlanlar var ki, hansı ki ürəksizdirlər, qabağa getməyə qorxurlar. Şəxsən qabaqda qadın zənan xarakları görəndə istərsəməz onlar da biraz ürəklənirlər. Azərbaycanda yəni ki, qadın ümumiyyətlə döyüşməz. Döyüşən kişi olar. Mən özüm qadın hesab eləmirəm. Ona görə ki, mən sifətdən ailədə kişi kimi böyüdüblər. Dajı mən yaşadığım kətdədir, mənə kişi kimi baxırlar. Onun üçün mən özüm qadın hesab eləmirəm. Ona görə də xahiş edirəm, heç siz də hesab eləməyəsiniz. Kişi var ki, qadın qeyrətindədir. Qadın var kişi qeyrətindədir. Onun qeyrəti. Biz müharibəni lap, daha doğrusu qalibiyyəti bir həftəyə də əldə edə bilərik. Şəxsən mən bax, burada uşaqlar adlarını çəkmirəm, ancaq bax, burada toplaşan uşaqların hamısı çox ürəkli uşaqlardır. Onlarla mən çox demək olar ki, bir 13-14 dəfə olmuşam, döyüşdə görmüşəm onların qeyrətlərini. Bəs mane olan nədir? Mane olan odur ki, valla necə deyim sizə, maneni özümüz, mən sizə dedim, özümüzə mane oluruq. Müharibəni bir belə döyüşürük də, döyüşə gəlmişik. O qədər bizim oğlanlarımız, qeyrətli oğlanlarımız həlak olublar, xalq yolunda. İndi onların ruhu bizi bağışlayalım, biz sülh yolu ilə, hansısa bir fırıldaq yolu ilə bunlarla qutarsın.